Sabah Gürcüstanda vahid milli imtahanlar başlayır. Bu il imtahanlarda 43 min abituriyent qeydiyyatdan keçib. Təhsil Nazirinin sözlərinə görə imtahan mərkəzləri artıq tam hazırdır və gənclərin biliklərini rahat şəkildə nümayiş etdirə bilmələri üçün bütün lazımi şərait yaradılıb. Givi Mikanadze bu barədə ictimai yayımçının efirində danışıb, həmçinin dövlət universitetlərində pulsuz təhsillə bağlı da açıqlama verib. Onun sözlərinə görə bu il abituriyentlərin 79% seçimlərini məhz dövlət universitetlərindən yana edib. Vahid milli imtahanlar 22 iyul tarixində başa çatacaq. Vahid milli imtahanlar zamanı abituriyentlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə əlavə avtobus marşrutları təyin edilib. Bələdiyyə avtobusları Axmeteli Teatrı, Didube və Samqori metro stansiyalarının yuxarı çıxışlarından imtahan mərkəzlərinə qədər hərəkət edəcəklər. Xüsusi marşrutlar hər gün saat 6:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Fransanın müxalifətdə olan Yaşıllar Partiyası hökumətə qarşı etimadsızlıq təşəbbüsü ilə çıxış edib. Politico nəşrinin məlumatına görə onlar baş nazir rekord istilər zamanı vəziyyətə lazımi şəkildə reaksiya verməməkdə itham edirlər. Baş nazir isə bu ithamları rədd edir. Ekspertlərin fikrincə təşəbbüsün qəbul olunma ehtimalı azdır, çünki bunun üçün digər iri müxalifət partiyalarının dəstəyi lazımdır. Fransada siyasi böhran ölkədə havanın temperaturu 40 dərəcəni keçdikdə və istilər nəticəsində insan tələfatı baş verdikdən sonra daha da dərinləşib. Venezuelada baş verən iki güclü zəlzələ nəticəsində həlak olanların sayı 1943 nəfərə çatıb. 10.571 nəfər yaralanıb, 15.866 nəfər isə evsiz qalıb. Fəlakət bölgələrində 70-ə yaxın sığınacaq yaradılıb. Xatırladaq ki, ötən həftə Venezuelada 7.2 və 7.5 bal gücündə iki zəlzələ təxminən 1 dəqiqə fərqlə baş verərək geniş miqyaslı dağıntılara səbəb olmuşdu. Reuters agentliyinin məlumatına görə xilas etmə işlərində ABŞ hərbçiləri də iştirak ediblər. Vaşinqton bölgəyə 1700-dən çox hərbçi göndərib. Gürcüstanın Daxili İşlər Naziri Ermənistanın Milli Təhlükəsizlik Xidmətində olub və qurumun rəhbəri ilə görüşüb. Tərəflər regional təhlükəsizlik məsələlərini və sərhəd əməkdaşlığını müzakirə ediblər. Transsərhəd cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi vurğulanıb. Səfər çərçivəsində nazir Ermənistan Daxili İşlər Nazirliyinin bölmələri ilə tanış olub, polis infrastrukturu və xüsusi texnikaya baxış keçirib. Gürcüstanın Müdafiə Nazirliyi yaralı döyüşçülər gününü qeyd edib. Tədbir Nazirliyinin Army Hall kompleksində keçirilib. Müdafiə Naziri İrakli Çikovani həftəlik tədbirlər proqramının açılışı münasibəti ilə hərbçiləri təbrik edib. Nazir bildirib ki, qurum yaralı döyüşçülərin reabilitasiyası və sosial müdafiəsi istiqamətində fəal iş aparır. Onun sözlərinə görə hökumətin qərarı ilə yaralı hərbçilərə verilən aylıq əlavə ödəniş 50% artırılacaq. Tədbir çərçivəsində foto sərgisi və idman mükafatlarının ekspozisiyası da təşkil olunub. Rusiya, Finlandiya, Estoniya və Latviya ilə sərhəddə yerləşən bir neçə dəmir yolu sərhəd keçid məntəqəsini müvəqqəti bağlayır. Hökumətin qərarına əsasən iyul ayından etibarən həmin məntəqələr vasitəsilə həm yük, həm də sərnişin daşımaları dayandırılacaq. Məhdudiyyətə əsasən Finlandiya ilə sərhəddə yerləşən keçid məntəqələrinə şamil ediləcək. Rusiya hakimiyyəti qərarın konkret səbəbini açıqlamayıb. ABŞ prezidenti Donald Trump Ali Məhkəmənin qərarını çox pis qərar adlandırıb. Söhbət onun qeyri-qanuni miqrantların ABŞ-da doğulan uşaqlarına avtomatik vətəndaşlıq verilməsini məhdudlaşdıran sərəncamının ləğv edilməsindən gedir. Xatırladaq ki, Trump Ağ Evə ikinci dəfə qayıtdıqdan dərhal sonra təxminən 150 illik konstitusyon prinsipin dəyişdirilməsini nəzərdə tutan sərəncam imzalamışdı. Lakin ABŞ Ali Məhkəməsi 6 səsə qarşı 3 səslə həmin sərəncamı ləğv edib. Almaniya və Niderland Estoniyada NATO-nun yeni hərbi komandanlıq mərkəzini açıb. Mərkəz Estoniya və Latviyada yerləşən NATO qüvvələrinə rəhbərlik edəcək. Açılış mərasimində 4 ölkənin müdafiə nazirləri iştirak ediblər. Qərargahın əsas vəzifəsi hərbi təlimlərin planlaşdırılması və mümkün təhdidlərə qarşı regionun müdafiəsinin koordinasiyasıdır.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin erməni soyqırımını tanımasını tənqid edərək Türkiyə tarixində soyqırımın olmadığını bildirib. O, İsraili Qəzzadakı hərəkətlərinə görə ittiham edib. İsrail hökuməti isə 28 iyunda erməni soyqırımının tanınmasını dəstəkləyib.